Bəşəriyyət pulu necə kəşf etdi? Əvvəl insanların pulu yox idi. Malı mala dəyişirdilər. Taxıl verirdin, əvəzində heyvan alırdın. Amma bir problem vardı. Hər kəs eyni anda bir-birinin istədiyini tapmırdı. Bu çətinlikdən çıxmaq üçün insanlar dəyəri sabit olan əşyaları pul kimi qəbul etməyə başladılar. Duz, ipək, hətta buğda belə uzun müddət pul rolunu oynadı. Sonra böyük bir sıçrayış oldu, metal pullar. Qızıl, gümüş və mis həm davamlı, həm də daşınması asan idi. Eradan əvvəl 7-ci əsrdə Lidiya krallığı ilk dəfə üzərinə damğa vurulmuş sikkələr hazırladı. Bu, bugünkü pul sisteminin başlanğıcı oldu. Bir neçə əsr sonra isə Çin dahiyanə həll tapdı, kağız pul. Metallar ağır idi, kağız isə yüngül və bol idi. Pul artıq fiziki metaldan çox etibar demək idi. Nəhayət son addım, rəqəmsal dövr. Kartlar, banklar, tətbiqlər, artıq pul ekranda rəqəmlərdir. Hətta biraz da irəli gedərək kriptovalutalar yarandı. Burada pul nə dövlətə, nə də banka bağlıdır, sadəcə kod və blockchain üzərində işləyir. Yəni, insanlıq min illərdir bir həqiqəti öyrəlib. Pul əşyadan çox ortaq razılaşmadır.